Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Bugün əmək bazarının ən vacib elementlərindən biri, əmək yarmarkalarından danışacağıq. İş axtaranlarla işə götürənləri bir araya gətirən bu platformalar vakansiya təqdim edən məkan, real fürsətlər, yeni başlanğıclar və sosial inteqrasiyanın formalaşdığı mühüm bir körpüdür. Əmək yarmarkaları nə dərəcədə effektivdir? Vətəndaşı işə bir addım daha yaxınlaşdırırmı? Əmək yarmarkaları ilə bağlı maraqlı və faydalı bir müzakirə sizi gözləyir. İzləməyə dəyər, çünki bu mövzu hər birimizin həyatına toxuna bilər. Həftənin sosial xülasəsini də qaçırmırıq, Dost TV ilə birbaşa bağlantıya keçirik. Bizimlə birbaşa bağlantıda həmkarım Əsmərdir. Hər vaxtınız xeyir, Əsmər. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. İndi təfərrüatlı şəkildə təqdim eləyəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib önünə gül dəstələri düzüblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Dost TV filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət eləyən həssas əhali qruplarına aid 43 nəfərdən 40-ının yaradıcılıq potensialı müsbət qiymətləndirilərək onlar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb ediliblər. Bununla da Bərdədəki Qarabağ Regional Dost Mərkəzində fəaliyyət göstərən filialın benefisiar sayı 106 nəfərə çatıb. Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Gələcəkdə yaradılması nəzərdə tutulan məşğulluq bazarına uyğun tövsiyə sistemi vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək. Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq mart ayının 16-sında müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib. Beləliklə, bu ayın bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb. Bundan əvvəl martın 6-sında Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib. Belə hörmətli tamaşaçılar, mənim sizə sosial gündəm ilə bağlı bugünlük çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, Obyektiv davam eləyir. Hələlik. Təşəkkür edirəm. Bizimlə Dost TV-dən birbaşa bağlantıda həftənin sosial xülasəsinin təqdimatı ilə Əsmər Nəcməddin qızı idi. Obyektivi izləyirsiniz. Əmək yarmarkaları ilə bağlı cəmiyyətdə müxtəlif suallar və gözləntilər var. Vətəndaşlar üçün bu platformalar yeni imkan kimi görünür. Eyni zamanda hansı nəticə verdiyi də maraq doğurur. İnsanlar bilmək istəyir, bu yarmarkalar onlara nə vəd edir, necə fayda verə bilər və bu imkanlardan daha düzgün şəkildə necə yararlanmaq olar? Bu sualları daha ətraflı müzakirə etmək üçün qonağımızla söhbətə başlayırıq. Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin rəhbəri Salih Həsənov studiyamızdadır. Salih bəy, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Xoş gördük hamınızı, təşəkkür edirəm dəvət üçün. Bugünkü mövzumuz əmək yarmarkalarıdır və Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkaları məşğulluq tədbirlərinin əsas prioritet hissələrindən biri kimi həyata keçirilir. İşsizliyin azaldılmasında əmək yarmarkalarının rolu nədən ibarətdir? Əmək yarmarkaları bir platforma kimi işə götürənlərlə iş axtaran şəxslər, işsiz və iş axtaran şəxslərin əlaqələndirilməsində, onların görüşməsində və ümumilikdə əmək bazarının öyrənilməsində xüsusi əhəmiyyətli rol oynayır. Ümumilikdə götürdükdə bu tədbirlər vasitəsilə, əmək yarmarkası vasitəsilə əmək yarmarkalarını keçirdiyimiz zaman biz işsiz və iş axtaranları təkcə görüşdürmürük, həm də eyni zamanda bir əmək bazarının trendini ölçmüş oluruq. Həm vakansiyalara nisbətdə biz baxırıq ki, hansı tipli vakansiyalarımız var və ona nisbətdə artıq növbəti dönəm üçün peşə hazırlığını təmin edirik və bundan başqa da həm də əmək yarmarkaları vasitəsilə biz işə müraciət edən şəxslərin, işsiz və iş axtaran şəxslərin daha çox hansı peşələr üzrə ixtisaslaşmalı olduğunu, onlara müəyyən mentorluq fəaliyyəti və s. ilə bağlı köməklik göstəririk. Ümumilikdə götürdükdə əmək yarmarkalarının 3
istiqamət üzrə bölə bilərik. Birincisi bunlardan biri böyük əmək yarmarkalarıdır, hansı ki orada çox şirkətlər, yəni ən azı 10-15-in üzərində şirkətlər adətən iştirak edir və öz vakansiyaları ilə burada birində iş axtaranların görüşünə gəlirlər. Bu birinci formatdır, bu daha çox geniş yayılmış formatdır. İkinci format mini əmək yarmarkalarıdır. Bu daha çox dar çərçivədə, daha az işə götürənlə təşkil olunmuş, amma daha fokuslu bir əmək yarmarkalarıdır ki, hər hansısa bir işə götürənin daha çox vakansiyası olduğu halda onların vakansiyasına uyğun şəxslərlə bizim müvafiq qurumlar tərəfindən, bölmələr tərəfindən əlaqə saxlanılaraq onların dəvəti əsasında fokus formatda həyata keçirilir. Üçüncü isə ixtisaslaşmışdır. Müəyyən ixtisas istiqaməti üzrə həmin işə götürənlərin və iş axtaranların eyni platformada görüşdürülməsidir. Bu da bizə daha çox peşə istiqamətinin daha çox inkişafına və onların bazar tələbatının öyrənilməsinə imkan verir. Bunun sonunda da təbii ki, əmək yarmarkalarının sonunda da müvafiq şəxslərə işə göndərilmək üçün müraciəti qəbul olunur. Onların görüşü, hətta ilkin müsahibələri belə orada təşkil olunmuş olur. Ötən il 218 əmək yarmarkası təşkil edilib. Sualım ondan ibarətdir ki, bu əmək yarmarkalarında neçə işə götürən iştirak edib, nə qədər vakansiya təqdim olunub və ümumiyyətlə işlə təminat göstəricisi necədir? Ötən il əslində bizim bu məsələlərdə bir ilkin proqnozumuz 200 civarı əmək yarmarkasının keçirilməsi idi. Amma tələbatın çox olmasını nəzərə alaraq və əmək yarmarkalarının artıq bazarda bir inanılan bir alət olmasını nəzərə alaraq daha çox tələbat yarandı. Bu həm işə götürənlər tərəfindən, həm də iş axtaranlar tərəfindən paralel yaranan tələbatın nəticəsində bunun sayı 218 civarı oldu və bunun sayəsində burada təxmin 2000-in üzərində şirkət iştirak edib ötən il və 18 minə yaxın şəxs burada iştirak edib. Burada hətta bunların bir çoxu da universitetlərdə keçirilən əmək yarmarkalarıdır ki, biz ötən il 10 əmək yarmarkasını universitetdə keçirmişik və bunun sayəsində də 33 nəfər işlə təmin olunub. Burada məqsədimiz təkcə işə götürənlərlə iş axtaranların görüşündə iş tapmaları deyil, yəni işsiz şəxslərin iş tapmaları yalnız bu deyil, həm də həmin şəxslərin əmək bazarına hazırlanmasıdır. Biz əmək yarmarkalarını təşkil edədiyimiz zaman orada müvafiq bizim Mərkəzi Karyera filialının əməkdaşları mentorluq xidməti göstərirlər. Həmin şəxslərin, iş axtaran şəxslərin hansı sahədə olan boşluqları varsa onların üzə çıxarılması və bu imkanların qiymətləndirilməsi üçün bizim peşə hazırlığı mərkəzlərimizi və ya digər istiqaməti yönləndirməklə onların əmək bazarına hazırlığına çalışırlar. Bundan başqa biz əmək yarmarkalarında yalnız birbaşa işə düzəltmədən başqa həm də özünü məşğulluq siyasətini yürütdüyümüz üçün eyni zamanda onlara bu format da təklif oluna bilir. Bununla da artıq həmin şəxslərin işə hazırlığını, əmək bazarına inteqrasiyasını və ya reinteqrasiyasını təşkil eləmiş olur. Çox önəmli bir məqama toxundunuz ki, əmək yarmarkaları inanılır bir alətə çevrilib və qeyd etdiniz ki, gənclər, tələbələr bu əmək yarmarkalarında iştirak edirlər, universitetlərdə təşkil olunanlarda və 33 gənc işlə təmin olunub. Təbii ki, bu əmək yarmarkalarının inanılır bir alətə çevrilməsi üçün onun təşkili xüsusi bir məqamdır və sualım ondan ibarətdir ki, bu yarmarkalarda iştirak edən işə götürənlər necə seçilir? Sizin vurğuladığınız 33 rəqəmi yalnız universitetdə keçirilmiş əmək yarmarkasına nisbətdə gəncləri nəzərdə tuturuq biz. Bundan əlavə digər bizim vakansiya bankımız var, hansı ki, bütün işə götürənlər orada yaranan yeni vakansiyaların hamısını elan etməlidir, bəyan etməlidirlər və biz bu vakansiya bankını davamlı olaraq təhlil edirik və təhlilin nəticəsində baxırıq ki, vakansiyaların yüksək olduğu dönəmdə əmək yarmarkaları həmin şirkətləri dəvət edir və bu da avtomatik olaraq əmək yarmarkasında formal deyil, konkret olaraq vakansiyaların iştirak edən şirkətlərin gətirib çıxarır və bunun sayəsində də iş axtaranlar daha çox axın edirlər əmək yarmarkalarına. Yəni xüsusi bir seçim meyarınız varmı işə götürənlərlə bağlı? Bəli, burada vakansiya bankında artıq həmin qurumlar hansı işə götürənlər vakansiya veribsə və vakansiyaların çoxluğuna və uzun müddətliyinə baxaraq həmin şirkətləri dəvət edirik və bunun sayəsində də
artıq iş axtaranlar da bilir ki, orada real vakansiya var. Bunu müvafiq platform üzərindən də izləyə bilirlər və birbaşa onlar görüşə gələ bilirlər. Görüşdə də biz daha çox şərait yaradırıq ki, onlar yalnız CV qəbulu olmasın, həm də ilkin müsahibələrin həyata keçirilməsini təmin eləsinlər və ilkin müsahibələr həyata keçirildikdən sonra artıq ilkin variantlar formalaşır ki, hansı növbəti mərhələlər olacaq və s. bununla bağlı. Bəs bu əmək yarmarkalarında iştirak işə götürənlərə nə qazandırır? İşə götürənlərə burada qazancı kifayət qədər fərqli formatlardadır. Birincisi, onların vaxt baxımından kifayət qədər qənaət etmiş olurlar. Çünki həmin vaxtda həmin şəxslər orada əvvəlcədən vakansiyaların elan olunmasını və fokus olaraq həmin şəxslərin, yəni həmin vəzifəyə uyğun şəxslərin dəvət olunması nəticəsində, yəni hansı ki bizim məşğulluq agentliyinin bir bazasında iş axtaranların profilləri var, hansı ki hansı işlər axtarılır, bununla bağlı artıq qeydiyyatdadırlar və biz yarmarkada həmin şəxsləri vakansiya profilinə uyğun olaraq dəvət edirik. Onlar artıq burada bir növ ələnmiş bir şəxs, belə deyim də, şəxslərin portfolyolarına üzləşilir, CV-lərinə üzləşilir. Yəni əmək yarmarkası vasitəsilə bir neçə onların tələbi olduğu işçini eyni anda işə götürə, onlarla söhbət etmək imkanı əldə edirlər. Eynən, bəli. Onlar görüşə bilirlər. Müsahibə üçün ayrıca məkanlar ayrılır adətən və ya birbaşa müsahibələr ola bilər və ya müsahibənin vaxtı təyin oluna bilər bu şirkətin istəyinə uyğun olaraq və biz onları sonrakı dönəmdə də izləyirik ki, hansı nəticələr oldu və bu nəticələrdə kifayət qədər ürək açan olur adətən. Sonrakı dönəmlərdə siz işə götürənlərlə əlaqələr yaradırsınız ki, əmək yarmarkası nəticəsində neçə nəfər işlə təmin olundu, elədirmi? Bəli, biz həm məmnuniyyət sorğusu təşkil edirik davamlı olaraq, həm işə götürənlərlə, həm iş axtaran şəxslərlə, həm də həmin işçilərin, həmin şirkət müraciətlərinin nəticəsini biz sistem üzərindən də davamlı izləyə bilirik. Çünki biz qeydiyyatlarını aparırıq. Yəni əmək yarmarkası prosesi sonadək izlənir tərəfinizdən. Bəli. Söhbətimizə kiçik bir ara veririk, elə məşğulluqla bağlı bir reportajımız olacaq. Bugün də əmək bazarında aktiv məşğulluq tədbirlərindən biri əmək haqqının maliyyələşdirilməsi proqramına nəzər salacağıq. Sadə dillə desək, bu təşəbbüs işə götürənlərə yeni işçi götürdükdə onun əmək haqqının bir hissəsini dövlətin dəstəyi ilə ödəmə imkanı verir. Bu həm işə götürən üçün stimul, həm də iş axtaran vətəndaş üçün daha çox real iş imkanlarının yaranması deməkdir. Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə proqram həyata keçirir. Proqrama prioritet iqtisadi sahələr və peşələr üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işə götürən qoşula bilər. Sosial iş yeri dedikdə biz işsiz, iş axtaran şəxslərin məşğulluğunun təmin edilməsi, həmçinin də işə götürənlərin həvəsləndirilməsi, dəstək mexanizmlərindən biridir ki, həmin iş yerləri Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Birgə maliyyələşmə dedikdə biz həmin sosial iş yerləri üzrə əmək haqqı və əmək haqqıdan tutulmaların, yəni bura daxildir məcbur dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və əmək qabiliyyətinin itirilməsi ilə bağlı icbari tibbi sığortanın 50% Dövlət Məşğulluq Agentliyi tərəfindən qarşılanır. Bu proqrama kimlər qoşula bilər? Dövlət bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son bir ildə fəaliyyəti olan və prioritet iqtisadi sahələr, peşələr üzrə aktiv vakansiyası olan və yaxud da ki, yeni vakansiya yaradan bütün işə götürənlər bu proqrama qoşula bilər. Proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə qoşulmaq mümkündür. Müraciətlər real vaxt rejimində qəbul olunur və 10 iş günü ərzində cavablandırılır. Bu proqram çərçivəsində əsas üstünlük verilir sosial müdafiə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərimizə. Təbii ki, Məşğulluq haqqında qanunun 1.1-ci maddəsinin 22-ci bəndinə əsasən bu şəxslər əlilliyi olan şəxslərdir, şəhid ailə üzvləridir, 20 yaşadakı gənclərdir, bir və ya daha çox uşağını tək başına böyüdən və ya 5 və ya daha çox uşağını tək başına böyüdən valideynlərdir, cəza çəkmə yerlərinə azad edilmiş şəxslərdir və məcburi köçkünlərdir ki, bunlar əsas həssas kateqoriyadan şəxslərin məşğulluğunun təmin edilməsi bizim üçün prioritetdir.
Yəni sosial iş yerlərinin təşkili zamanı üstünlük sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə verilir. İşə düzəlməkdə çətinliyi olan bu şəxslərin məşğulluq probleminin həlli cəmiyyətdə az təminatlı təbəqələrin sosial rifahının yüksəlməsinə imkan verir. Salih bəy, işğaldan azad olunmuş ərazilərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkaları keçirilir. Elə bu günlərdə də Cəbrayıl və Xocavənddə əmək yarmarkalarınız keçirildi. İstərdim bu məsələyə toxunaq ki, ümumiyyətlə işə götürənlərin marağı necədir ilk növbədə bu əmək yarmarkalarına və indiyədək işğaldan azad olunmuş ərazilərdə nə qədər belə əmək yarmarkası təşkil olunub? İşğaldan azad olunmuş zonalarda 45 əmək yarmarkası keçirmişik ki, burada da 327 işə götürən tərəfindən 2417 vakansiya elan olmuşdur. Bunun da sayəsində 3589 işsiz və iş axtaran şəxs bu tədbirdə iştirak eləmişdi. Bu yarmarkalarda bu eyni zamanda proses davam edir. Cari ildə artıq bu vakansiya 6 əmək yarmarkası keçirilib. Orada da yenə də dediyimiz kimi 128 işsiz şəxs iştirak edib. Bunu da 46 vakansiya üzrə onlar dəyərləndirməyə çıxmışdılar. İşğaldan azad olunmuş zonalarda da eyni zamanda biz digər aktiv məşğulluq tədbirlərində həyata keçirir. İstər peşə hazırlığı, istər özünün məşğulluq və ya haqq ödəniş ictimai işlər kimi mövzularda bütün eyni prosesləri də həmin işğaldan azad olunmuş zonalarda daha operativ və lokal olaraq da həyata keçirmiş olur. İstərdim belə bir sual ünvanlayım ki, paytaxtda keçirilən əmək yarmarkaları ilə regionlarda keçirilən əmək yarmarkaları arasında hər hansı fərq varmı? Prosesin gedişatı baxımından hər hansı bir fərq yoxdur. İstər ərazi baxımından, istər lokallıq baxımından orada hər kəsin eyni vəzifə və ya vakansiya üzrə bir yerə toplanması, onların birlikdə müsahibələri daha effektiv şəkildə həyata keçirməsinə daha çox ehtiyac var. Orada regional olaraq keçirilən yarmarkalarda daha çox işsiz və iş axtaran şəxslər müraciət edib və iştirak edirlər. Tendensiya da göstərir ki, onlar təkcə işsiz və iş axtaran kimi yalnız əmək müqaviləli işləri deyil, həm də digər özünün məşğulluq tədbirləri olsun, haqqı ödəniş ictimai işlər olsun, bu kimi məsələlərdə də kifayət qədər maraq göstərirlər. Bununla bağlı bizim tərəfimizdən maarifləndirmə işləri də aparılır. Maarifləndirmə işləri də hər iki istiqamətdə aparılır. Həm istər işə götürənlərlə hansı üstünlüklərimiz var bununla bağlı, həm də işsiz şəxslərlə hansı aktiv proqramlardan yararlana bilərlər və bununla bağlı davamlı olaraq həm elanlar, həm də görüşlərdə məlumatlandırma stendlərimiz olur və ya əmək yarmarkalarında da bunu görürük və bunun vasitəsilə də işsiz və iş axtaran şəxsləri də məlumatlandıra bilmiş oluruq. Bəli, Dövlət Məşğulluq Agentliyi elanlar məsələsində çox aktivdir. Əmək yarmarkaları ilə bağlı da öncədən elanlar, həm də rəsmi sosial media kanalları vasitəsilə vətəndaşlara çatdırılır. Bəs bu əmək yarmarkalarında hansı vakansiyaların təqdim olunacağı öncədən bildirilirmi, yoxsa vətəndaş elə yarmarkada bununla tanış olur? Bu bir məna, əvvəlcədən bilinir və biz bunu vakansiya bankından müəyyən edirik ki, artıq hansı şirkətlərin vakansiyası varsa onu dəvət edirik. Vakansiyası bağlanmış artıq həmin vakansiyaya nisbətdə işə götürülmüş şəxslərin olan artıq yəni vakansiya tutulmuş şirkətləri dəvət eləmirik. Daha çox bizim üçün məqsəd orada vakansiyası bol olanlardır və bu vakansiyalarla bağlı bizim müvafiq bölmələrimiz işsiz və iş axtaran şəxslərin, hansı ki bizim bazada qeydiyyatdan keçiblər işsiz şəxs kimi, onların hər biri individual olaraq məlumatlandırır, mesajla və ya zəng vasitəsilə. Onlar bilirlər ki, artıq hansı tarixdə, harda, hansı vakansiyalar olan əmək yarmarkası keçiriləcək və onlar burada həmin zaman üçün gəlib iştirak edə bilirlər. Gəlin bu il üçün olan planlardan danışaq. Cari ildə əmək yarmarkaları ilə bağlı hədəfləriniz nələrdir? Biz əslində hədəfləri həmişə minimal olaraq düşünürük ki, ən azı budur. Bizim planımızda bu il üçün təxmini 200 əmək yarmarkasını yenə təşkil etmək var. Amma əslində əvvəlki ildə 150 idi, biz onu 218-ə gəlib çıxmışdıqsa, bu da 200 ilkin proqnozdur. Bu rəqəm olaraq demək, bu tələbdən, təklifdən asılı olaraq biz düşünürük ki, kifayət qədər çox olacaq. Ki biz artıq bu günə qədər 45 əmək yarmarkasını artıq ilin ilk 3 ayı hələ tamam olmayıb, amma biz 45 əmək yarmarkasını təşkil eləmişik və burada kifayət qədər belə deyim də uğurlar var. Və düşünürük ki, bundan ilin gedişatına uyğun olaraq yeni açılan vakansiyalar və şirkətlərin tələblərinə, işsiz və iş axtaran şəxslərin istəklərinə və onların müraciətlərinə əsasən daha çox yarmarkanın keçirilməsi də planlaşdırılır.
Bu baxımdan da bu ildə həmin tendensiya davam edəcək. Bu il həm də eyni zamanda ixtisaslaşmış yarmarkalarla bağlı hər hansısa bir sahə üzrə olan yarmarkaların təşkilində də aktivlik eləməyi planlaşdırırıq ki, bu il üçün bir fərqlilikdə olmuş olsun. Bəs işə götürənlərin sayında artım varmı əmək yarmarkalarında? Kifayət qədər artım var və artıq işə götürənlər də əmək yarmarkasının effektivliyinə inanırlar. Bu gördüyümüz rəqəmlər üzərindəndir. Bu yalnız ümumi təbliğat məsələsi deyil. Çünki onlar nələri qazanacağını bilirlər. Əməkdaşlıqda çox maraqlıdırlar işə götürənlər. Biz bu məsələdə davamlı olaraq minnətdarlığımızı həmişə bildiririk bizim sosial tərəfdaşlarımıza ki, onlar bütün məsələlərdə bizlə daha sıx əlaqədə olmağa və işləməyə maraqlıdırlar. Təşəkkür edirəm bugünkü söhbət üçün. Ümid edirəm ki, keçirəcəyiniz əmək yarmarkaları ilk öncə vətəndaşlar, işsizlər, daha sonra isə işə götürənlər üçün uğurlu və faydalı olar. Daha çox vətəndaşımız işlə təmin olunar. Minnətdarlığımızı bildiririk. Biz də inanırıq ki, yarmarkalar daha çox olacaq və daha çox görüşlərimiz olacaq. Minnətdaram, çox sağ olun. Sağ olun. Qonağımızla söhbətimizdən bu qədər. Əmək yarmarkası həm də bazarı anlamaqdır. Hansı sahələrdə tələb var, hansı bacarıqlar önə çıxır? Ən əsası isə bu gözləməkdən hərəkətə keçməkdir. Çünki imkanlar çox vaxt qapını döyənə açılır. Uğur olsun, bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.